Deməli, 8, 9, hardan alıb ki, bunu hardan alır başa düşmədim. Tamam. 8-ci sualda. Deməli, verir ki, 640x480 ölçülü 8 bitli RGB faylı. Bax, necə həll edirəm sualı. Deməli, yazıram ki, həcm bərabərdir. Həcm bərabərdir. Düstur budur ki, həcm bərabər n uzunluq bit sayı. İndi verib 640 vur 480, 640 vur 480 vurulsun 8 bitli RGB faylı, 8 bit. Deyir axırda neçə kilobaytdır? Bax, bütün parametrləri yazdım. En, uzunluq, bit sayı. Bitdən kilobayta keçirəndə bölürəm 2 üstü 13-ə. Ifsyo, bax bunu həll edirəm. Burada da hesablamanı rahat aparmaq üçün 640'ı 64 vur 10 kimi yazıram. Bu 480'i 48 vur 10 kimi, 48'i də 16 vur 3 kimi yazsam, yazırım 16 vur 30 kimi. Elə bir içində 2'nin qüvvətlərini ayırırıq. 8'i də olduğu kimi yazdım. Bölürəm 2 üstü 13'ə. 64 2 üstü 6'dır. 16 2 üstü 4'tür. 8 də 2 üstü 3'tür. Bunlar eləyir 2 üstü 13. Bu 2 üstü 13'dən gedir. Qalır 10 vur 30, yəni 300 kilobayt. Niyə 2 üstü 13'ə böldük? Sualda kilobayt istəyir deyə. Çünki biz qayda olaraq demişik ki, bit, bayt, kilobayt. Bitdən bayta keçəndə 2 üstü 3'ə, baytdan kilobayta keçəndə 2 üstü 10'a bölürəm. Yəni yekun olaraq 2 üstü 13'ə bölürəm. Belə. Sonra bu 8. 9-cu sual. Sədəməli bunu işə baxa bilərik. Neçənci sual? Üçüncü. Üçüncü, Üçüncü əlbəttə. sualda bəli, nöqtə Rasterın ilə xətti bilirəm, ancaq minimal minimal obyekt obyekti nəyə aid? nöqtə. Necə bir də deyim? Nöqtə ilə xətt bilirəm, rasterdən vektora aiddir. Minimal obyekt, minimal obyekti də mən cavab kimi edə bilmişəm. Yox, hə, heç nə. Soruşsan baxa bilərik. Bəli, rasterin nöqtədir, vektorda minimalı xəttdir. Bəli, bəli. Minimal obyekti də elə bilmişəm cavabdır. Deyirəm o nəyə aid idi? Hə, onu yanlış Hə, baxmışam. aydındır. Müəllim bir sual verə bilərəm. Bəli, əlbəttə. Müəllim bu 5-ci sualda bir ikinci variant var. Orada deyir daha məhsuldar hesablama sistemi tələb edir. Bunu rastra aid edirdi, yoxsa vektora və niyə? Bildim, vektora izah eləyərəm indi. Bir dəncə 9'a baxaq. Yaxşı Zoom-un müəllim. üzərində yazıram deyim, bunlar PDF-də deyil, aşağı düşəndə bunlar bellidir. Bu hissələr silinəcək. Bax, 9-cu sualda gənclər. Həcmi verib 32 kilobayt. Onda yazıram ki, 32 kilobayt bərabərdir. Ölçülər də 256 vur 128'dir. 128 vur x-a. X-i tapmaq üçün həcmi, yəni 32 kilobaytı bölürəm 256 vur 128'ə. Kilobaytdan bitə keçirəm. Çünki rənglərin maksimal sayını tapmaq üçün mənə bit lazımdır. Onda kilobaytdan bitə keçmək üçün bunu vururam 213'ə. Bölürəm buradakılara 256, 208'dir, 128, 7'dir. Yuxarı eləyir 18, aşağı eləyir 15. İxtisar eləyəndə 2 üstü 3 qalır 8 bit. Deməli, tapdım 8 bit. İndi məndən soruşur ki, rənglərin maksimal miqdarı nə qədərdir? 8 bitlə kodlaşdırılan rəng sayı 2 üstü 8'dir. Çünki deyirik ki, n bitlə kodlaşdırılan simvol sayı 2 üstü n'dir. Onda 8 bitlə kodlaşdırılan simvol sayı 2 üstü 8. Yəni 256. 8 və 9-cu suallarda başa düşmədiyiniz bir hissə varmı? Tamam. Yoxdursa o zaman keçək. Deməli, 5-ci sual deyildilər deyəsiniz, 5-ci suala. 5-ci sualın ikincisi müəllim. Baxaq da 5-ci istəyirsiniz. sualın ikincisi. Bildim. Deməli, raster qrafikasına aid olan soruşur. 2-də daha məhsuldar hesablama sistemi tələb edən vektor qrafikasıdır. Niyə desəz? Çünki raster qrafikası nöqtədir deyə, piksel şəklindədir deyə. Bunu böyüdəndə də nöqtə-nöqtə böyüdür deyə,
keyfiyyət də itir. Ona görə məhsuldar hesablama sistemi tələb olunmur burada. Onsuz da keyfiyyətsiz şəkildir. Amma vektor qrafikası şəkil keyfiyyətlidir deyə, bax məsələn, ayrı-ayrı düyün nöqtələr boyunca emal etmə deyə bir anlayış var. Məsələn, bu iki dənə xəttin birləşdiyi nöqtə var. Əgər mən bu nöqtədən tutub çəksəm, avtomatik hər iki xətt eyni anda böyüməlidir. Çünki ikisi də dəyişir. Eyni şeyi Word-də də eləmək mümkündür. Dolayısıyla bunu eyni anda dəyişdirə bilməsi üçün daha məhsuldar bir proqram olmalıdır ki, xətalar verməsin mənə. Ölçüləri dəqiq göstərsin. Bir də biz rasterda şəkil çəkmirik. Daha çox hazır şəkili üzərində işləyirik. Amma vektorda sıfırdan təsvir qururam deyə proqram ideal işləməlidir ki, xəttlərdə xəta verməsin. Yəni ölçülərdə xəta verməsin. Çünki məsələn mən elə bir belə düşünün də bir təsvir qururam. Təsvir quranda səhvən xətt belə yuxarıdan getsə, bu düzbucaqlı kimi olmur. Burada bir boşluq qalmış olur. Bunu dəqiq göstərmək üçün daha məhsuldar bir hesablama sistemi tələb edirik. Tamam mı? Çox sağ olun müəllim. Bir də raster qrafikasında kamera və skanerlərdən yox, daha çox foto və video kameralardan istifadə olunurdu da, düzdür? Yox, fərqi yoxdur. Elə kamera, skaner, fotokamera eyni şeydir. Məsələ bilirsən necə eyni şeydir? Raster hazır şəklin üstündə işləməkdir. İstəyirsən şəkli skanerlə elə skan elə at kompüterə üstündə işlə. İstəyir telefonla çək üstündə işlə. İstəyir fotokamera ilə çək üstündə işlə. Fərqi yoxdur. Raster hazır şəkil üstündə işləməkdir deyə fotokamera, skanerdən ən yaxşı emal vasitəsi deyirik. Onda bu düzgün cavabıymış. Hə, Bir əlbəttə düzgündür. Kamera, skaner, fotokamera nə desə düzgündür. Çünki onlardan emal vasitəsidir. Onların üstündə işləyirik. aha. Çox sağ olun müəllim. Digər variantlarına baxın mı 5-in? Yox, bu digər variantları bilirdim müəllim. Sadəcə bu 1-2 arasında qalmışdı. Ona görə bir də müəllim bu raster qrafikasında bu kameradan, skanerlərdən istifadə olunurdu. Vektordan da bunlardan istifadə olunur. Yoxsa vektor Xeyr, vektor şəkil çəkməkdir. Biz özümüz çəkirik. Hansısa qurğu ilə götürüb istifadə eləmirik. Özümüz proqramda şəkil çəkirik. oldu. Çox sağ olun müəllim. Buyurun, siz sağ olun. Sonra deməli 12, 18, 19. 12-ci sual. 12-ci sualda gənclər. Sualı buradan yazıram aşağıdan. Deməli, həcm bərabərdir. Ölçünü verib 128, 256. 32 tərtib deyir, vururam 32-yə. 32 bitə. Çünki biz demişdik ki, keçən dərs tərtib elə bit deməkdir. 32 tərtib 32 bitdir. Yaddaşdakı yeri soruşur. Variantdan da hamısı kilobaytlandır. Onda bunu kilobayta çevirirəm. Bitdən kilobayta keçmək üçün bölürəm 213-ə. 256, 208, bu da 205. Elədi 213. Elə cavab qalır 128 kilobayt. Yəni yuxarıdan aşağıya böləndə qalır 128. Bu da oldu 12-ci sualın izahı. Sonra keçirik 18 deyirsiniz. Müəllim, bu kəsr bölmələrdə var, ha. 213 Necə? yuxarıda 200, kəsr bölmələrində 213, yuxarıda 210 olsaydı, aşağıda 203 qalacaqdı. Tam başa düşmədim nə dediyim. Bir dedi. Çıxıb. Baxın, bu 213 var, ha, aşağıda. Aha. Yuxarıda 210 olsaydı, yuxarıda 210 qalsaydı. Bəli, məxrəcdə 203 qalacaqdı. Yuxarıda 1, məxrəcdə 203. Siz dediyiniz kimi. Hə, mən bu yadımdan çıxmışdı ona görə. Evet, düz bilirsiniz. Bəli. Mən başa düşməm, siz başa düşdü amma bir də səs biraz uzaqdan gəlirdi, yəni tam tutmadım. İxtisara görə deyirsinizsə 213, 210 vur, 203 kimi yaza bilərəm. Və mən deyir ki, yuxarıda 210 surətdə, məxrəcdə 213 olsaydı deyir, onda məxrəcdə 203 qalacaqdı da deyir. Hə, aydındır. Hə, bəli, düz belə olsaydı, bəli, məxrəcdə bu qalır. İxtisar eləmiş oluruq da, yəni bax məsələn bu 128 207-dir. 256 208-dir. 32 də 205-dir.
Burada elə 2 üstü 8 ilə 5 ikisi bir yerdə 13 elədi deyə mən 2 üstü 7-ni cavab götürdüm. Bunu belə də eləyə bilərəm. Bunları bir-birinə vuranda üstlər toplanır. 3'ü bir yerdə 2 üstü 20'dir. Bax 7, 8, 5. Aşağıda 2 üstü 13'dür. 20'dən 13 çıxanda 2 üstü 7 qalır. O da elə 128 eləyir. İxtisarı hansı formada eləməyinizin bir fərqi yoxdur. 8 vurulsun 1024 o daha məncə rahat gəlir. Olar, yəni kimə necə rahatdır onunla yazsın. Olur. Növbətində o formada işləyərəm. Bax 18-ci sual. 18-də bizə deyir ki, ölçüləri verib, həcm bərabərdir. Videoda dedik hamısını bir-birinə vururuq. 512 vur 1024 vur 32 rəng tərtibi deyir yenə. Tərtib isə yenə 32-yə. 20K'dır. 20. Vur 10'da zamandır. Bax hamısını bir-birinə vurdum. İndi bu bitdi. Sualda variantlar megabaytlandı. Bitdən megabaytı keçəndə 2 üstü 23'ə bölməliyəm. Burada da bu 512 2 üstü 9'dur. 1024 2 üstü 10'dur. 32 2 üstü 5'dir. 20'ni də 10'a vuranda 200 yazıram bura. Yuxarıdakı rəqəmləri, yəni bunlar 2 üstü 24 eləyir. 2 üstü 24 vur 200 böl 2 üstü 23. Bu da ixtisar gedir. Qalır burada 2. 2'ni də 200'ə vuranda eləyir 400. Deməli olur cavab 400 megabayt. Bu sualı istəsəz belə də yaza bilərsiniz ki 512 vur 1024 vur 32 vur 20 vur 10. 2 üstü 23'ə bölmürükmü? Bunu yaz istəyirsən 2 üstü 10 vur 2 üstü 10 vur 2 üstü 3. Belə rahatdır, belə də ixtisar eləyə bilərsiniz. Belə dənə-dənə ixtisar etsəz yenə cavab qalır 400. Yəni xanım demək istəyirdi ki, 2 üstü 23'ü siz necə deyirdi? 1024 vur 1024 vur 8. Elə deyir daha rahatdır. Yəni 2 üstü onlarla işləməkdənsə Bildim, elə aydındır. Bəli, bəli. 2 üstündə yox, rəqəm kimi də yaza bilərsiniz. Bəsdən də Bəli. 1024 vur 1024 vur 8 kimi. 8. Bəli. Tamam. Sonra 19, 20, 22. 19'da qrafik verilənlərin standart formatları hansıdır? A variantında EF, TXT, DOC olmaz. Bunlar icra olunandır, mətindir. Çubuqla RGB-də rəng modelidir. İlk üçücə düzdür. B variantında bu elə helpdir, elə buradanca çıxır. Yəni belə baxırıq hamısını xəttiyə gedir. Bir dənə axırdakılar bunlar düzgün qalmış olur. Apple ilə VMF. Sonra C variantında baxırıq DOC olmaz. Çubuq RGB rəng modelidir, qrafika deyil. D variantında TIFF, PSD olar, xırlısı olmaz. Bu Excel'dir. BAT əmridir, DOS olmaz. Növbəti Y variantına baxaq. Yəni ki, düzgün cavab onda Y-dədir. Və Y-dəkilər hamısı var. TIFF, PSD, BMP, GIF bunlar rasterdır, yuxarıdakılar. Aşağıdakı ikisi də vektor proqramının genişlənməsidir. Sizə göndərdiyim konspektdə ən axırıncı səhifədə cədvəlin içindədir. 20-ci sualda Paint-in genişlənməsi BMP. 22-ci sual. 22-də yaddaşı verib, yenə yazıram ki, düstur budur. Həcm bərabər n, uzunluq bit. Həcmi verib 320 kilobayt bərabərdir. 1024 rəng deyir. 1024 2 üstü 10'dur deyə vururam 10 bitə. Çünki dedik ki, tərtib olsa özünə vururam. Rəng olsa, çalar olsa və s. qüvvətə vururam. Bu qüvvətdəki ədədə. Ölçünün birini 2048 verib, digər ölçünü də məndən soruşur. Onda x-i tapmaq üçün 320 vur 2 üstü 13'ü, niyə 13 kilobaytdan bitə keçdim? Bölürəm 10 bit vur 2048. 2048 də 2 üstü 11'dir. Ya da 2 vur 1024 kimi yaza bilərsən. Ya 2048 kimi yaz, el ixtisar elə, necə istəyirsinizsə. Bundan bu 2 üstü 13'dən. Bu ixtisar gedir. 2 üstü 2, 4 qalır. Bu da 10'dan bu getdi. 32'ni də 4'ə vururam. 128.
Belə. Bax, eyni buna oxşar olan sual 26-cı sualdadır. Eyni şeydir sual. Bax, sualı verib burada. Gəl bu sualda yazım. Həcmi verib 72 kilobayt. Onda yazıram ki 72 kilobayt bərabərdir. Ölçüləri verir 64 piksel, digərini soruşur. 500 rəng yazır. 2 500-də üstü 9. 2 üstü 8 ilə 2 üstü 9 arasında deyim, vururam 9 bitə. Çünki dedik 2 üstünə vurmalıyıq. 2-nin aralığına düşürsə böyük olanı götürürəm. X-ı da tapmaq üçün 72-ni vururam. 2 üstü 13-ə, yenə eyni qayda. Kilobaytdan bitə keçdim. Bölürəm 64 vur 9 bit. Sonra da bunu ixtisar eləyirəm. Cavab alınır 1024. Əslində çətin deyil. Sadəcə bir dənə rəng hissəsində qüvvət nədirsə onu yazmalısınız. Gəlin Müəllim, bir sual istəyirsiniz. verə bilərəmmi? Bəli, bəli, bəli. Burada yazmısınız 500. Müəllim, o 16 olanda, 500 olanda, yəni kvadratlar cədvəlində yazılan 2-nin üstü olaraq 500 2 üstü 9 böyük olur axı. Niyə 9-u götürdük? 2 üstü 8 də kiçik olur axı. edir. Elə bir belə düşün də. Bax, məsələn bir toy keçirirsən, belə düşün. 500 qonaq gəlməlidir. Saraydakı yerlər 2 üstü 8, 256-lıq zal var, bir də 512-lik zal var. İndi 500 başa qonağı düşdüm. əyləşdirmək üçün hansını götürərsən? 500-lər, başa düşdüm. Ay, o baxımdan böyüyü götürürük biz. Çünki aşağı tam yerləşmir axı. Çox sağ olun müəllim. Siz də sağ olun. Gəlin sizə buna aid belə çox sürətli getmədən bir dənə qəbul göstərim. Qrafik redaktorun qəbulundan. Qrafika. Bunu işləyək kəndsə bir yerdə. Bir yerdə deyəndə siz işləyin, eləyə bilməsəz mən yazım. 8-ci sual gənclər. Tapan cavabı deməsin. Cavabı yaza bilər amma. 8-ə baxın. Cavabı yaza bilərik müəllim. Bəli, cavabı yaza bilərsiniz. Deməli 64, 64, tamam. Yaxşı, onda belə soruşum. Sualı eləyə bilməyən varmı? Müəllim, 512-ni vururuq 128-ə, onda vururuq 8-ə, bölürük 8 vur 1024 belə. Ay yaşa, bəli, bəli. Uşaqlar izah ehtiyac varmı? Xeyr müəllim, orada bir dənə yanlışım olub. 512-ni 2 üstü 8 kimi götürmüşəm. Ona görə mən 32 almışam. O da 2 üstü 9 idi. Səhvim oradaydı, amma üsul eyni idi. Tamam. O zaman gençler, keçək kitabın testlərinə. Buyurun, deyin kitabdan suallarınızı davam edək. 28 Baxın müəllim. neçə 28.
26, 29, hə 26-nın dediyi 28. Baxaq. 28-də PSD nəyə genişlənmə istəyir? Photoshopun. PSD Photoshopdur. C variantı. 29. Bax 29-da yenə həcmi verib bizə. Düstur budur ki, həcm bərabərdir en uzunluq bit zaman. Deməli, burada həcm var, bizdən zamanı soruşur. Onda zamanı tapmaq üçün həcmi digərlərinə bölürəm. Yəni 90 megabaytı bölürəm digər verdiyi rəqəmlərə. 128, 128, 48 vur 16 bit. O da bərabərdir. İndi aşağı bitdi, yuxarı megabaytdır. Onda megabaytdan bitə keçəndə 2 üstü 23-ə vururam. Megabaytı bitə gətirmək üçün. Bölürəm aşağıdakılara. 128 2 üstü 7-dir. 128 2 üstü 7-dir. 48-i 16 vur 3 kimi yazıram. Yəni 2 üstü 4 vur 3 kimi. Bu 16-nın da 2 üstü 4 yazdım. Bu 2 üstü 23 ilə bu 7, 7, 14, 2 üstü 4, 18 buna aparım. İxtisar. 2 üstülər. Yuxarıda 2 qalır. 90-ı 2-yə vurub 3-ə də böləndə eləyir 60 saniyə. Deməli, video müddəti 1 dəqiqəymiş. Qısaca daha rahat ya da sizin bayaq dediyiniz kimi necə yaza bilərsiniz? 90-ı 1024-ə 8-ə vurarsınız, yəni 2 üstü 23-ə. Bölərsiniz bu biri rəqəmlərə. Sonra da başlayarsınız sizə necə rahatsa elə ixtisar eləməyə. Niyə 16-ya vurdum? Tərtib dediyinə görə. Tərtib olmasa 4 yazardım vuruqda. Sonra 35. 35-ə qədər 33 deyəsən. 33, 34. Baxaq. 33'te Paint'te bu 12, 15, 800 gənclər qrupa qeyddə yazmışdım. Bu Paint suallarını işləməyin hələ. Bunu Windows 11-də keçəcək ya da 10-da. İndi görək qəbula hansı düşür. Yəni ki 11 düşəcək. 10 izah edəndə orada deyəcək. Sonra 35-ci sual. 35-də ekran təsvirini aid etməsi nədir? 3 dənə ümumiyyətlə aid etmə var. LP var, PP var, bir də DP var. Dot olan dipi orijinal təsvirdir. Piksellə olan ekrandır ki, bu da onu soruşur. LP-də printer aid etməsidir. Line, xəttlərdən gedən. Digər uşaqlar, sizdə səsdə problem varmı? Xeyr, yoxdur. Xeyr müəllim. Tamam. Sonra gənclər neçəyə baxaq? Nə səhviniz var 38 deyin mənəcə. gənclər. Neçə? 38. Zəhmət olmasa 38. 38, 42. Baxaq. Deyir, hansı regulyar strukturlu həndəsi obyektlər yazmayıb. Regulyar strukturlu həndəsi obyektlər görsəz, bu vektor qrafikasıdır. Yəni, hazır fiqurlar, hazır üçbucaq şəkli, düzbucaqlı şəkli, başqa digər şəkillər. Hazır təsvirlər vektor qrafikasıdır. Ya da harda regulyar sözü, həndəsi obyekt sözü görsəz, həndəsi obyektlər, obyekt, o vektor qrafikasıdır. Bəs riyazi olanda müəllim Riyazi o rastdır. hesablama olsa fraktaldır. Fraktal. Aha, riyazi hesaplamadırsa fraktaldır. Buna bax, elə 39-cu sualda yazıb. Riyazi hesablama əsasında alınanlar fraktaldır. 42-yə qədər sual varmı? 42-də. Deməli, gənclər, həcm bərabərdir 256 vur 256, hay kalədirsə vur 16 bit. İndi kilobayta keçmək üçün bunu bölürəm 2 üstü 13-ə. Ya da istəyirsiniz 1024 vur 8-ə bölüm. 2 üstü 10 vur 2 üstü 3-ə. Sonra da başlayacaq ixtisar aparmağa. Niyə Haykalədə 16 bitə vurdum? Çünki demişdik ki, RGB bir də cumuq. Haykalədirsə ikisi də 16-dır. True kalədirsə
RGB 24'tür, Cumhuriyet 32'dir. Belə. Bunu ixtisar eləsək 8, 8, 16, 20, 13 də bu 2 üstü 7 qalır 128. Mən 64 almışdım yanıma. İxtisar eləyəndə mən Bəli. yəqin nədə səhv edirsən. Bax bu 256 2 üstü 8 deməkdir. Bu da 2 üstü 8'dir. Bu da 2 üstü 4'tür. Yuxarı 2 üstü 20 eləyir. Aşağıda 2 üstü 13'tür. O da 2 üstü 7 qalır. 2 üstü 7 də 128'dir. Tamam. Sonra baxırıq 44-cü suala. Deməli, 44 bunlardan bayaqçılardan biraz daha fərqli və çətindir. Deyir ki, jurnal 13 səhifədən ibarətdir. Demək, cəmi mənim 13 dənə səhifəm var. Onun yalnız cüt səhifələri. Onda bunu bölürəm 2 yerə. 6 dənəsi cütdür, 7 dənəsi təkdir. Hardan bildim 6 dənəsi cütdür? Elə bu 13-ə qədər cüt səhifələr 2, 4, 6, 8, 10, 12. 6 dənə cüt var. Həm də belə yadda saxlaya bilərsiniz ki, məsələn, mənə 500 rəqəmi desə, bunu yarı bölürəm. 250'si təkdir, 250'si cütdür. Amma 501 desə, 250'si cüt, 251'i tək olur. Yəni yarı bölünəndə tam bölünürsə, cütdən tək bərabərdir. Məsələn, bax 4 rəqəmi. 2 dənə cüt var, 2 dənə tək var. Amma 5 deyəndə cüt 2 dənə, amma tək olur 3 dənə. Yəni yarı bölünmürsə, deməli tək bir dənə çoxdur. Ya da barmaqdan sayın, hansı rahatdırsa. Deyir, onu yalnız cüt səhifələrinin ölçüsü, onu da hesablayıram. Həcm cüt səhifə bərabərdir. 320 vur 640 olan, bax bunu verib. Hay kalətdir. Yəni vur 16 bit. Bu bir dənə cüt səhifədir. Cəmi 6 dənə cüt səhifə var deyə, bunu da vururam 6'ya. Tamam mı? Vurdum 6'ya. Bunu da bölürəm 2 üstü 13'ə. Kilobayta geçmək üçün. Deməli, bunu da ixtisar eləyəndə, bax bu onluqlara ayırıram. 32 2 üstü 5'dir. 64 2 üstü 6'dır. 16 da 2 üstü 4'tür. Bir də bu 16 və 6 bu cüt düşalır. 64 yox, 6 cüt səhv. Cüt. Dolayısıyla elədik deməli 2 üstü 5, 2 üstü 6, 11, 2 üstü 4 də burada. 2 üstü 15, 2 üstü 15'dən 2 üstü 13 gedir. 2 üstü 2, 4. 400'də 6'ya vuranda 2400. İxtisar eləyəndə tapdıq ki, bu cüt səhifələr 2400 kilobaytdır. Deyir, ümumi opşu hamısı bir yerdə 2440'dır. 2440. Bəs tək səhifələr nə qədərdir? Onda 2440'dan 2400'ü çıxıram, qalır tək səhifə 40 kilobayt. Bir izah edeyim gənclər. Mən əvvəlcə burada verdiyi cüt səhifəni tapmalıyam. Yəni tapmalıyam ki, həcm bərabərdir, 320 vur 640 vur hay kalədi 16 bit. Bu bir dənə cüt səhifədir. Cəmi 6 dənə cüt səhifə var deyim, bunu da vururam 6'ya. 2 üstü 13'ə böləndə kilobayt tapıram. Bunu da 2 üstü 13'ə bölüb ixtisar eləyəndə biz tapdıq 2400 kilobayt. Deməli, cüt səhifələr 2400'dür. Ümumilikdə opş 2440'dırsa, bundan da 2400'ü çıxanda tək səhifəni tapıram 40 kilobayt. Bu da 44'ün izahı. Sonra 47 yazıblar. Baxaq 47'yə. 47'də yenə yazıram, həcm bərabərdir. Bax, 320 vur 320. Fikir versinizsə, gənclər, suallar çox da fərqli deyil bir-birindən. Aşağı yuxarı hamısı eynidir. Hay kalədir, yenə vuram 16 bitə. Variantlar kilobaytdır.
2 üstü 13'e bölürəm. Ya da gəl sizin dediyiniz kimi. 1024 vur 8'e bölün. Bax, bu 320'dəki sıfırları aysam 2'dən 32'ni bir-birinə vuranda 1024 eləyir. 16'nı 8'e böləndə 2 eləyir. 2, 2'dən də 0 burada olur 200 kilobayt. Belə Müəllim sual 49-da da düşür, 32-yə düşür. vurun. Ümumiyyətlə qəbulda olan o məsələ tipli sual o deyir deyə 1-2 dənə məsələ olur. O məsələ qrafikaya aiddir. Məsələ düşsə qrafikadan düşür. Ya ASC Unicode ya da bu mövzuda. Müəllim 49-cu sualda da 32-yə vurmalıyıq. Ay True yaşayın, color bəli. seçim. Yazıram həcm bərabərdir. 256 vur 512. True alətdən vur 32 bit. Bir все. Bunu da bölürəm yenə kilobaytda deyin 213-ə. Ya da uşaqlar dediyi kimi 1024 vur 8-ə. Sonra da başlayıram belə ixtisarlar eləməyə. Bu 2, bu ikisi də 16 edir. Bu 2, 256-nı 2-yə vuranda 512. Tamam. Sonra neçənci suala baxdıq gənclər? Müəllim 57-ci sual da feintdir. Neçə? 54 əslində. 54-cü sual. 54-cü sual, bəli, bəli, paintdir. Deyəsən bunu heç siyahıda yazmamışam. Hə, paintdir. Mən ona görə soruşurdum. Oldu mən Paintə təşəkkürlər. keçəcəyik. Sonra 54, 56, 58 onlar bizə aid deyil. Onların heç birini yazmamışam mən. bəli, bəli, paintdir. Bizə 54, aid deyil deyəndə 56, bilirsiniz bir də məsələ nədir 58. uşaqlar? Niyə saxlamışıq onu? Paint proqramı Yəni, Windows başqa da. 10-da başqadır, Windows 11-də başqadır. Biz də hələ gələn ay Bəli. müəyyənləşdirəcəyik, onu dimdən 2 dəqiqləşdirəcəyik. Windows 10 mu düşür, 11 mi? O baxımdan saxlamışıq. Çünki Windows 10 üzərindən keçib sonra 11-i izah eləsə belə beyniniz bir də qarışmasın. Ona görə paint suallarını saxladıq. Tamam. 60, 68. 60-cı sualda. Vektorizator nədir? Vektorizator rasterı vektora çevirmək üçündür. O da 2 dənə proqramdır. Bir trace'dir, bir də streamline'dır. Yəni 3-dən 6. Mən bu Rasterı 6 vektora dənədən biz 2 çevirənlərə dənə seçə bilərik. necə? Bu 6 dənə verirsə, buradan ikisini seçə bilərik. Bəli, əlbəttə 2 dənədir. 6 dənə olanlarda 2 də düzgün cavab ola bilər. 3 dənə də olar, 4 dənə də olar. Yəni belə olur əksərən qəbullarda, amma ola bilər gedərsiniz qəbula 5-i də düz çıxa bilər. Düzdür, bu heç olmayıb qəbulda indiyə qədər, amma %100 bilirsinizsə yazın. Həm də vektorizator cəmi 2 dənə proqramdır. Bəli, mən də 2 dənə götürmüşdüm, amma dedim yəqin 3 dənə olmalıdır. Yox, düzdür. 3-dən 6-da. 5-ci sualda 66-ya da Corel bax. Draw vektor qrafikasıdır. Bu vektorizator deyil, bu vektordur. Vektor. Tamam. 60-cı sual yazdıq. 68-ə Mənim qədər varmı? 66 zəhmət olmasa bir dənə baxardıq da. 66. Uyğunluğu müəyyən edin deyir. Bunu necə yadda saxlayın? Sizə bir dənə rənglərin tapılmasına aid video göndərmişdim. Rənglərin hesablanması necə yadda qalır, saxlamaq olar deyə. İstəyirsiniz gəlin, bir dənə PDF açım, onun üzərindən bir dəfə göstərim sizə. Mən orada çox rahat idi. Ondan tez yadda saxlamaq olur. Bəli, bəli. O Halları əsasdan əlavəncə seçsəz, bir saniyə. Bax, gənclər. Əsas rənglər deməli, RGB əsas rəngdir. Red, green, blue. Red, green, blue. Bu üç əsasdır. Cyan, magenta, yellow əlavə rənglərdir. Bu cumuq deyirik. Axırdakı indi burada əsasdır. Bu heç. Necə yadda saxlayın, bilirsinizmi? Bu reddir, greendir, bluedur. Bu üçünün cəmi bizə ağ rəngi verir. Ağ rəngi. Ağ rəngində kodu 6 dənə F-dir. Onda üçünün cəmi ağ rəngi verirsə, ağ da 6 dənə F-dirsə, hərəsinə bunun 2 dənə F düşür. Red birinci gəlir deyə, ilk 2F bunun, green ortada gəlirdi, ortada 2F bunun, blue axırda gəlirdi, axırda da 2F bunun. Bax, düzəldi 6 dənə F. Elə bil hər birinin yerinə 6 dənə simvol olmalıdır. Əsas rənglərdə
durduğu yerə F yazıram. Yəni bax R, C, B, R birincidir. Birinci iki dənəsi F. Green ikincidir. Ortada iki dənəsi F. Blue üçüncü hərfdə, axırda iki dənəsi F. Əsas rəngdə durduğu yeri F ilə ifadə edirəm. Amma əlavə rənglərdə durduğu yerə 0 yazıram. Ya da belə yadda saxlaya bilərsiniz. Redin tam tərsi cumuqdur. Yəni siyandır. Onda reddə başda 2F varsa, cumuqda başda 2 0, qalan 4 dənəsi F olmuş olur. Greenin tam tərsi magentadır. Yəni ortada 2 0, başda və axırda 2 dənə F. Blue'nun da tam tərsi yellow'dur. Başda 4 dənə F, axırda 2 dənə 0. Ağın da tam tərsi qara rəngdir. Yəni hamısı 0. İndi gələk sualın üzərində necə tətbiq edirik. Bax, imtahana gedəndə yazsan red, green, blue, siyan, magenta, yellow, black. Burada başda 2F, ortada 2F, axırda 2F. Baxıram 2 dənə F olan varmı? Yoxdur. Burada ümumiyyətlə əsas rənglər yoxdur. Onda bu sıraya keçirəm. Başda 2-0 avtomatik olur bu siyan rəngi. Yəni Azərbaycan dilində AB rəngi. Magenta ortada 2-0 avtomatik olur bu al qırmızı. Yellow da axırda 2-dən 0. Bu da olur sarı rəng. Bax belə tapılır. Reddə başda 2-0, greendə ortada 2-0, bu 2F daha doğrusu, bu da axırda 2F. Əsas rənglərdə hərəsinə 2 dənə F düşür. Əlavə rəngdə hərəsinə 2 dənə 0 düşür. Belə yadda qalarmı? Başa düşdünüz yəqin ki, bəli. Tamam. Növbəti suallara baxmaq üçün inşallah deyəsiniz, Zoom-un list yazısı qutarıb. Bir dənə zəhmət olmasa link atım, yenidən qoşulun, davam eləyək.